gördüyünüz 60 manatlıq tortu evdə cəmi 10 manata hazırladım. Uşaqlarınızın sevdiyi istənilən personaj tortunu evdə özünüz necə edə biləcəyinizi, bunun asan qaydasını və bütün sirlərini sizinlə bölüşəcəm. Amma bir şeyi bilmirdiniz ki, bu süfrəni allergiyadan şişmiş gözlərlə çətinliklə çatdırdım. Əslində mənim bu kanaldakı məqsədim də budur. Gündəlik həyatımda etdiyim və sizə belə faydalı ola biləcək hər şeyi sizinlə bölüşmək. Gəlin hər şeyin 2 gün əvvəldən necə başladığını birlikdə baxaq. Səhərdir. Buna baxın. Elə bilsən ki, üstü dəsəndə, üstü deyib dumanlı. Gedir. Biz gedim qabaqdan çəkeyim. Oradan gəlir. Qəribə görsənirlərdən də. Hər kəsə salam, kanalıma xoş gəlmisiniz. İlk öncə bilirsiniz nə etmək lazımdır. Əgər vloqlarımı bəyənirsinizsə, kanalıma abunə olmağı, vloqlarımı yaxınlarınızla paylaşmağı unutmayın. Sizin dəstəyiniz mənim üçün çox önəmlidir. Hər dəfə məndən soruşursunuz ki, işdən çıxmısınız, işə getmirsiniz, işdən çıxmamışam. Sadəcə işlədiyimiz verilişlərin bəziləri bağlandığı üçün efir fasiləsindəyik. Ancaq kanalda işimiz olduğu kimi davam edir. Mən də elə bugün hazırlaşıb işə getdim. Amma inanırsınız başım o qədər qarışdı ki, orada çəkməyi tamamilə unutmuşam. Amma eybi yox. Gələn dəfə gedəndə çəkəcəm. İşdən həmişə olduğu kimi çıxıram, sonra gedib Rahimi götürürəm, evə gəlirəm. Rahimi də bağçadan götürdüm. İşə də getdim, bağçadan da götürdüm, gəldim. Gəldik, evə çıxdıq. Yaxşı qurtarmışam, bugün ucuz bir şey aldırıb, mənə tuz qaldırıb. Axşam yeməkdən saxlamışdım. Bunu istidirəm, yiyim. İşdən gəldim, azmışam. Səhər evdən çıxdığımda. Səhər nə yemişəm odur. Pirajki eləyirəm. Mən biraz fərqli yiyəcəm pirajkini. Pezok dökürəm. Yarım xörək qaşığı. Sonra o qədər də duz. Duz. Sonra xama yoxdur. Mən qatıq atıram. Onun yerinə 2 qaşıq. Bəsdir. Bizində bir də bəs eləyər. Məndə un çox az oldu, ona görə yarım stəkandan da biraz az duru yağ tökürəm. Ondan da biraz az su tökürəm və süd də tökürəm. Bir ədəd də yumurta vururam. Sonra bunu qarışdırıram. Yox, mayanı döküb sonra qarışdırıram. Mayanı da belə qoymuşdum. İndi qarışdırıram bunları. Çıxırayım. Xəmiri elədim, hazır. Bu boyda çıxdı. Bunu qoyacağım, acısın. Bunları yudum, başlayıram soymağa. Mənə bu rahatdır soymaq bundan. Adam var elədə bıçaqla soyur. Səbirim çatmır da elə bıçaqla soyam. Mama həmişə belə deyirdi. Deyirdim, mama bundan necə soyursan? Sonra gördüm ki, yox, elə bu rahatdır. Həm də kartof itkisi də getmir. Hər dəfə kartof soyanda izləyicimin mənə yazdığı şərhi yadıma düşür. Yaşıl kartofu yeməməyə məsləhət görmüşdü ki, yəni zəhərlənər. Düzdür, belə fikirləri sosial şəbəkələrdə daha çox paylaşılır, deyilir deyə hamı da elə bilir. Hardasa bu fikirlər çox da doğru deyil. Belə kündələr elədim, biraz gözlədəcəm, sonra bir 10 dəqiqə belə qalsın, sonra başlayacağım hazırlamağa. Belə yayıram. Belə kartof. Əlim təmizdir, əlcəksiz eləsəm də. Elə biləm ki, üstü çox dökmüşəm kartofa. Bunu da belə saxlayacağım, hamısını elə için doldurub yığacağım.
Yağı atanda da üstündən basacağım. Əslində kartofun yaşıl olması sadəcə onun günəş gördüyünü və tərkibindəki xlorofilin artdığını göstərir. Xlorofil isə zəhərli deyil. Acı olarsa zəhərli ola bilər. Yaşıl hissəni kəsib atmaq kifayət edir. Zəhərlənmək üçün sən gərək kiloqramlarla çiy və yaşıl rəngdə olan kartof yesin. Bişmiş kartofda bu risk olur. Bunu da ətraflı sizə dedim ki, yəqin ki lazımınız olar. Neçə vaxt uşaqlar evdə pirajki istəyirdi, həm də yağda olandan istəyirdi. Mən sobada olan pirajkini daha çox xoşlayıram ki, həm səliqəlidir, qab az batır, yağ olmur heç bir yer. Ona görə neçə müddətdir yağda olan pirajkini etmirdim. Bu dəfə etdim. Pirajkiləri bişirəndə artıq hiss etdim ki, allergiyam şiddətlənir. Hətta gözümün biri elə şişdi ki, dayanmadan su gəlirdi. Məcbur oldum videonu burada yekunlaşdırdım. Günümü sona kimi çəkə bilmədim. Getdim aptekdən dərman aldım, bir tabletka aldım aptekçinin məsləhəti ilə. Onu gecə yatmamışdan öncə içdim və səhər durdum ki, gözümün şişi çəkilib, allergiyam sakitləşib. Bu da mənim hazırladığım pirajkilər hazırdır. Yarısı da qabdadır. Baxın, göstəreyim belə. İçinə qəşəng çıxır. Kartofun az qoymuşum. Bunu daddım. Gecədir, saat 2 yarısıdır. Özümə belə zəncəfil dəmləmişəm. Göz qabıqlı yuyub. Doğru üstünə də qaynar su tökmüşəm belə. İndi bunu içirəm. Bu da arıqlamağı çox yaxşıdır. Həm də ki, imuniteti qaldırır. Piyləri yandırır. Çox xeyirlidir. Çox hər şeyə xeyirdir. Zəncəfil. Mütləq için sizdə. Ben yine başladım 10 günlük içeceğim her gün 10 gün. Akşamlar böyle dəmləyib bir stəkan içeceğim. Siz də içə bilərsiniz xeyirdir. Allergiyam tutub ölürəm. Yüzdən danışıram, burnum tutulub. Gözüm bir də şişir çox pis. Neyse onun için gedim yattım. Bas. Olamaz. Rahimlə gedirik marketə. Həm su dolduracağım, həm də Rahimin sabahat günüdür, tort eləməliyəm. Yumurta falan almalıyam, evdə bitib yumurta. Həmişə mənə də evdə nəsə lazım olanda vacib yumurta olmur. Shorts videomda paylaşdığım bu alçalar doğrudan da qiymətini gördüm, şok oldum. 14 manata demək olar ki 5 ədəd alça idi. Bu qiymətə alçanı almaram. Çünki 20 gün sonra su qiymətin olacaq. Şokolatı hər görəndə bir hekayə yadıma düşür. Bilmirəm sizdə də belə olub. Mən hamilə olanda 9 ay boyunca şirin bir şeylər yeməmişəm. Elə ki Rahim dünyaya gəldi, ancaq bu şokolatı ürəyim istəyirdi və bir ay dayanmadan bu şokolatı yedim. Axırda sanki doz həddini aşdım. Sonra isə iyrəndim. Həqiqətən də indi görəndə heç ürəyim istəmir, ürəyim bulanır. Və nəhayət gəldik hamının maraqla gözlədiyi o tort hazırlama prosesinə. Amma başlamazdan əvvəl sizə kiçik bir yeniliyi demək istəyirəm. Artıq yeni bir TikTok səhifəsi açmışam. Köhnə səhifəmi yəqin ki xatırlayırsınız. Orada daha çox işimlə bağlı paylaşımlar edirdim. Amma indi istədim ki sırf xanımların toplaşacağı səhifə olsun. YouTube'da paylaşdığım shorts videoları artıq orada da görə bilərsiniz. Cəmi manata yazdığım bu shortsu TikTok'da da paylaşdım. Səhər durdum ki tort səhifələri məni qınayırlar. Biz milyonçuyuq. 10 manata necə bişirirsən sirrini bizə də de. Bizdə edək kimi ironiyalı fikirlər bildirdilər. Mən də şərhi bağladım. Amma indi burada öz sadiq izləyicilərimə hər şeyi tək-tək qəpik-qəpik hesablayıram. Gəlin baxaq görək həqiqətən 10 manata tort etmək olar, yoxsa yox. Personaj şəkli 1 manat 50 qəpiyə printerdən istədiyin o milyon şəklini çıxardırıq. Uşağın istənilən sevdiyi personajları Pinterestdən və yaxud da ki Google-dan tapırsınız. Hazır tort variantında da var. Tort ləvazimatları yerində printer olur. Orada sizə personajların rəqəmi, ada qədər yazıb verirlər. Şəkillər əyilməsin deyə mütləq kağızın qalın olmağını istəyin. Gördüyünüz kimi biz çıxartdırdıq, Turandan gəlmişdik. Evdə qaymaq az idi, ona görə qaymağı da buradan aldım. Ümumiyyətlə tort ləvazimatı mağazalarında istənilən hər bir şeyi oradan tapmaq mümkündür. Baxın, biz evdar xanımıq. Bizim evimizdə un hər zaman var, şəkər tozu hər zaman var. Bunlar onsuz da mətbəximizin ayrılmaz hissəsidir. Mən sadəcə bu tort üçün xüsusi olaraq marketdən nələr aldığımı deyirəm. Yumurta evdə yox idi. Getdim ona da təzə yumurta aldım. Qaymaq aldım, manata çox gözəl bir qaymaq aldım. Hansı ki bütöv tortu bəzəməyə bəs etdi, hətta yarısı da qaldı. 1 manata şəkil bərkitmək üçün çubuqlar, açqasını aldım.
paçkası məndə evdə var idi, artıq bir dəfə almışdım. Təxmini qiymətini deyirəm 1 manat edər. 40-50 qəpiyə də ümumi vanil qabartma tozunun qiymətini hesablayaq. Onların da hər biri ədədi 10 qəpikdən. Mən bu tortda 2 rəng istifadə etmişəm. Rəngin ədədi 30 qəpikdən, ikisi bir yerdə 60 qəpik etdi. İndi nə qədər etdi deyin görüm, 10 manata gəlib çıxır. Məndə lap olmayan şeyləri də hesablasam 15 manat olsun. Amma bu tortların heç birini 15 manata satmırlar. Nə də ki 20 manata. Belə tortları ən azı 2 kilodan hesablasaq 40 manata, 50 manata və 60 manata qədər qiymətləri qalxır. Tortun içliyini isə evdə olan hər hansı bir meyvədən və yaxud da qoz, şokolad istənilən zövqə görə nə varsa qoymaq olar. Mənim burada məqsədim kimsə bazarına mane olmaq, kimsə pisləmək deyil. Sadəcə bir ananın, bir xanımın öz övladı üçün cibinə qənaət edərək necə gözəl sürpriz hazırlaya biləcəyini göstərmək istəyirəm. Əsas olan bahalı tort yox, o tortun üzərindəki sevgidir. Ola bilsin ki, kiməsə 30, 40, 50, 60 manatı yoxdur tort almağa, amma bu variantdan evdə uşağı üçün ürəyi istədiyi personajlı tortu hazırlaya bilər. Bundan ayrı. Əvvəllər mən də tortu zakaz edirdim. Hazır sifarişlə alırdım. Doğrudan da elə o qiymətə alırdım. Ən ucuz aldığım tort 38 manat, 40 manat olubdu. Ürəyi istədiyi kimi üstü fiqurlarla dolu olan tortu almaq istəyəndə isə qiyməti daha da artır. İndi tort lavazmat mağazalarında marçkandan hazırlanan hazır fiqurları satırlar. İstədiyiniz cizgi film qəhrəmanının başının gəlinciyi hazır şəkildə çox münasib qiymətdə tapa bilərsiniz. Qiyməti isə qəpik quruş edir. Manata, 50 qəpiyə falan almaq olur. 10-cu dəfə tortları sifariş verəndə isə baxdım ki, kağızı çöpə yapışdırırlar, belə satırlar. Mən də ona görə qərar verdim ki, bunu özüm evdə edə bilərəm. Adi bir keksdir. Onu bişirdin, qaymaqda hazır alırsan, mikserlə çaldın, üstünə yaxırsan, şəkilləri də belə kəsirsən, çubuğa yapışdırırsan, onu da tortun üstə sancırsan. Bundan da tort hazır olur. Ola bilsin ki, hansı bir toxunuşları məndə daha da professional deyil. Bu ola bilər, çünki mən tort ustası deyiləm. Hər gündə etdiyim bir iş deyil ki, əlim öyrəşsin. Mən bunu belə ortadan qıracağam, çünki çox uzundur da bu. Çubuqlar çox uzundur. Bu neçə dənə? 2, 3, 4. Bu şəkillərə uyğun seçəcəm. 1, 2, 3. Adına 4, 5, 6 dənə. 6 dənə lazım. 2, 4. Bunu da ortadan qırıram maksimum. Həmdən qırıram belə. 2, 4, 5, 6 dənə vəsiyo. İndi gedib bunları orada toka taxt eləməliyəm. Bunları yapışdırım. Kleylə yapışdırım. Skoçla da eləmək olar. Mən istədim bir dəfə kleylə eləyim. Mən sadəcə olaraq həvəsə görə bişirirəm. Mən elə gəlir ki, bunu hər kəs bacara bilər. Da qeyri-adi, fərqli bir şey yoxdur. Kanalımda gördüyünüz bütün tortları özüm etmişəm. Qızımın ad günündə taclı tortu da özüm etmişəm. Bacımın qızının ad günündə vafli ilə olan tortu da özüm etmişəm. Kanalımda gördüyünüz bütün tortlar müəllifi özüməm. Əvvəllər şəkli çubuğa yapışdıranda skoçla edirdim. Bu dəfə isə evdə belə tapanca ilə kley var idi. Nilay sistem dərsinə almışdı. Mən də dedim ki, rahat bundan istifadə edeyim. Həqiqətən də çox gözəl bərkitdi. Bu da belə. Bu da hamısı qurudu. Baxın. Hazır. Hamısı hazırdır. Bir dənə bunu çöpə yapışdırmayacağım. Bunu tortun üst qabağına yapışdırıram. Başlayaq tortu bəzəməyə. Bu tortu mən bunu buraya yapışdırırım. Bismillah. Aslında belə yapışsa yaxşıdır. Yapışdı. Belə oldu. İndi keçirik. Adı köpükdən baxım görüm şəkildə necə idi. Nilay göstərir. Belə bir tortdur. Buna uyğun bəzəyirik. Qabaqda budur. Göstərir. Bu. Keçdik öbürsünə. Və sonda bir məqamı xüsusi qeyd etmək istəyirəm. Düşünürəm ki, mənim bu tortu belə asan və sərfəli yolla hazırlamağım, sirri sizlərlə bölüşməyim heç bir tort ustasının qəlbinə dəyməz. Biz yeməyi evdə özümüzdə bişiririk, sifarişdə edirik və yaxud da ki, restoranda gedib yeyirik. Hər şeyin öz yeri var. Sifarişlə hazırlanan tortların əməyi, sənətkarlığı başqadır. Amma hər bir ananın öz övladı üçün mətbəxə girib belə bir sürpriz etmək istəyi də bir başqadır. Mən sadəcə istədim ki, imkan və ya vaxtı olan xanımlarımız bilsin ki, bu mümkündür və heç də çətin
çətin deyil. Bu üsulla uşaqlarınıza tortu evdə özünüz hazırlayacaqsınız, yoxsa hələ də sifariş vermək rahatdır? Fikirlərinizi mənimlə bölüşün. Tortumu necə bəyəndiniz? Bəyəndisə mütləq şərhlərdə fikirlərinizi yazın. Rahimin tortuna uyğun belə 4 rəqəm almışam, sarı rəngdə. Bir də belə şərlər almışıq, 5 dənədir, 5 dənə sarı. Torta uyğun olsun deyə. Bir də belə içində 5 dənə şər almışdım. Və istəyirəm ki, bunu açım. Dolduraq içini. Əslində Rahimin ad günü ayın 4-də idi. Turalın çəkişi olduğu üçün həmin günü qeyd etmədik. Ayın 5-i qeyd etdik. Tortumu həmin gün hazırladım və gecə də başladım şarları nasosla doldurmağa, amma yapışdıra bilmədim. Səhər Tural gələndə özü etdi. Ən sevdiyim salat. Artıq Rahimin ad günüdür, həmin gündür. Mən başlayıram salatlar etməyə. Yeməkdəki soğuz etmişəm, bir də döşəmə plov eləmişəm. 2 cür də salat eləyirəm. Evdə uşaqların ən xoşladığı salatları edirəm. Düz Rahim hələ ki salatda mayonezli şeylər yemir. Ancaq Nilay xoşlayır deyə, Nilaya uyğun olsun deyə belə biber salatı elədim. Bir də mimoza salatı elədim ki, hamının ürəyincə olsun süfrədə. Və siz necə ad günlərinizi evdə qeyd edirsiniz, yoxsa restoranda? Biz son illərdə evdə qeyd edirik. Əvvəllər bütün ad günlərimizi ümumiyyətlə tez-tez restorana gedərdik və bütün ad günlərimizi isə restoranlarda qeyd edirdik. Son illərdə uşaqlar böyüdükcə ən çox da hiss edirəm ki, karantindən sonra biz evə daha çox bağlı olmuşuq. Hələ ki evdən uzaqlaşa bilmirik. Bayram olsun, ad günlərimiz olsun, mütləq evdə qeyd edirik. Amma deyirik ki, hər dəfə yox gedək restoranda qeyd edək. Bir dənə Nilayın ad günü olanda yayda restorana gedirik. Onda da yay olduğuna görə açıq havada qeyb otururuq. O qəşəng olur. Amma qışda soyuq olur deyə evdən çölə çıxmırıq. Deyirik ev ən rahatıdır deyə düşünürük. Ona görə də evdə qeyd etmiş oluruq. Artık hava istiyorum Rahim. Все, Rahimcik hazırsan? Duvarın demeden. Ama aç. Amcam onu aç. Все, Вася. Ну, пожалуйста, давай ач. Хорошо. Хорошо. Ama Ты хороший. Kimin ad günüydü sen bilirdi onu? Хороший мы. Ну да. 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 А мы мальчики. А мы... Yeməyimizi yedik, bitirdik. İndi isə tort mərasimi başlayır. Aprelin 4-ü 4-cü ayda Rahim artıq 4 yaşını qeyd edir. Rahim ümumiyyətlə mənim həyatıma gələndən həyatım doğrudan da təmiz dəyişibdi. Rahim üçün çox əziyyətlərim olubdu, həm də tək başına. Ona görə də biraz mənim üçün bu dönəmlər çox fərqli dönəmlərdə. Hər Aprelin 4-ü gələndə özümü tək qaldığımı hiss elədiyim dönəmlərdir. Həqiqətən də nəysə çox şey demək istəmirəm. Vlogumu burada yekunlaşdırıram. Növbəti vloglarda görüşərik.